Deməli, maddə aldehid verib. Aldehidlərin formulu CnH2O-dur. Buradan da H2O alınıbsa, hidrogen sayına M mol su alınacaq. Bunun kütləsi 14N üstəgəl 16-dır. Suyun kütləsi olacaq 18N. Bunlar bir-birinə bərabərdir deyir. A, o deməkdir. Buradan N'i tapa bilərik, mənə elə gəlir. Buradan da N bərabərdir 4-ə. Yəni, söhbət gedir C4H8O-dan. Hidrogen atomların sayı, deməli 8-dir. Cavab bura getdi. D. sp3 hibrid orbitalların sayı. Burada karbonun aldehidlərdə 4'ün çıx 1'dir. Bu da 4, 16 çıx 1, 15 eləyəcək. Yox, üzr istəyirəm. Burada sp3 hibridi soruşur. sp3 hibridi bu ümumidir 4n-1. sp3 burada 3 karbonu sp3'dür. 3 tane sp3 var burada. O deyir 12, yəni A getdi. Bura bir dənəsi sp2'dir. Çünki qeyri-polar kovalent rabitə n-1'dir. O deyəcək 3, yəni 4 çıx 1, 3 Y variantı. Y də bura getdi 3'ə. D, A, Y.